Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ummaz Azərbaycanımızı, bütün qürbətdə yaşayan kardeşler salam. Bugün 3 oktyabr 2025-ci il. Bərdə mal bazarından. Kardeşim bak belə bir inək var. Bunun balası nədir? Erkəkdir balası. Neçə günlükdür bala bunun? Balası 2 ay nəşir. 2 ay. Bir simental. Sütü nə qədərdir? 12 litr. Balı ilə balasız. Balasız 3 əmcəyindən 12 litr. Simentalda bala. Qiyməti nədir? Qiyməti 25'e. 2500. Neçənci qarın? 4-cü. 4. Amma gözəl balası var. Özü sütlü mal. Bu ineği 21 yardıma verse vereceğim. Dəyərli izləyicilərimiz, heyvanlarımız qəhrəman tərtərdadır. Allah xeyirli bazar versin. Bazar olsun. Gözəl kişi. Bax, erkək balalıdır bu. Gördüğünüz kimi. Bu neçənci qarındır? 3-cü balası. 3. Ya yok çət şavunda. Balası neçə günlükdür bunun? Balası 2 ay azalır. 2 ayına azalır. Sütü nə qədərdir? Elə 5 litr düşməmədən gəlir. Yem nə verirsən? Yem bir dənə kəpək. Yem birdən. Göy ata çıxır yoxsa Yox, qapıda başında var. qiyməti nədir? Qiyməti 23'e deyirəm. 2300 manata. Ne gözəl. Bunun balası da dişidir. Bəli, onun da balası dişidir. Bılı balası. Yox, onun balası. Ha. Onun balası nədə olur? Ne o diyor ki? Bəli, bəli. Erkek dişi. Dişidir. Dişidir. Neçə günlükdür onun balası? Onlar bir həftə var. Bir hafta. Neçənci qarındır bu? İkinci qarın. İkinci. Sütü nədir? Belə südü 14-15 litr verir. Bu. Angus okşudur bu. Bəli, bəli, andır. Angustur. Bunun qiyməti nədir? 42'ye deyirəm. 4200 ha? Bəli, bəli. 4200'e deyirsən. Ha. Ünvanımız da Bərdə rayonu Gələnə kəndi. Bu kimindir? Bu da bizimdir. Düyəd ikinci qarıdır, düyəd işləri aldı. Düyadır. Sütü nədir? Südü 5 litrdir. 5 litr. Haydi nə gədirdin elə, haydi. Qiyməti nədir? Qiyməti 22'ye. 2003. Balası nə qədərlikdir bunun? Onda 2 aydan adlı təzad. Hörün almayıb ki. Onlar bir 15 gün olar. Bu ne səncə qarındır? Bu 5-ci baladır, balası da budur. Hansı? Balası. Ay yar sağ ol. Ay yarımı da boğaz. Ay yarımda hörün alıbdı. Sütü nədir? Südü bu dəqiqə 8-9 verir. Bir öyle yemlə, ha? Bəli, bir öyle yemin. Gələk yaxşı baxasan ki, yaxşı da süt alasan. Yaxşı, körpəli bax, tələb ondan sonra orada yəni. Ondan 14-15 litr. Allah xeyirli bazarını versin. Bana elə şəkillər atırlar ki, gəlin tanımam. Bilirəm ki, sizin sifətinizi heç birinizi sevmirəm. Bu bazardan o bazara, o bazardan bu bazara. Səni görür, el muhabbet edirsiniz, gəzir. Sağ ol. Kardeşimle böyle bir neyi var. Kardeş valla çok sıvayım. Derim benim sifətimi çeksin, derim valla çaymam. Derim çok su. Belədir. O bazardan bu bazara, bu bazardan o bazara. Hemen neyim lazım? Ben heyvanımı çəkirəm. Gözəl qardaşlara baxıram.
Allah hakkında güzel. Selamünaleyküm. Kardeş bu neçənci qarındı? Üçüncü. Balası çıxdı ha? Südü nədir? Sütü 6. Qiyməti Kıymeti 24'e değil. 2400-ə. Allah xeyirli bazarını versin. Boğazlı subay. Var subay. Bunlar nədir? O yüzden bala aldı. Balasının maşında. Balası maşında. Qardaş, məni kim deyirsə mən onu çəkirəm də. Yəni elə birdən çox istəyir mən çəkmə, mən görürəm boşda. Deyir Aksu'dan. Ba. Çəkim. Qaqa gəl görüm bunun qiymətlərində. 28'e diyorum. Hansını? Diye bu balalı. Balası bir maşında. 28'ə deyirsən. Südü nə qədərdir bunun? 4 litre, 5 litre yani rahat verir. Nə ilə? Quru otla yoxsa madi göy otla? Otda akşamda yiyeyim. Ha, bu nədir? O keldi. Onu neçə deyirsən? 21'e. Ha, bu nədir belə? Bunlar subay. Nətər? Subay. Bu neçənci qarındır? Kartsa 7-8 dolar. Qiyməti nədir? 28. 2800'də. Cibinə girəsi pul nədir bə? Yani 100 çıkarır. 27 ilə verərsin. 27'de veririm. Yani 4 litre rahat tutarız. Aha, nə gözəl. Deməli, dəyərli izləyicilərimiz, bundan sonra Pünhan kişini yetişdiririk. Yəni, örgədirik. Bundan sonra Pünhan kişi çəkəcək bazarların videolarını. Biz hər saat, Ne önde bu bir kişi? oğlum, Allah Allah. Çəkək görək bazarda nə var, nə yox. Tabağa göre lezzet. Nətər? Tabağa göre. Tabaq sizdə də var. Ha? Tabağa göre Adiləşi və yoxu. lezzet çetinleşiyor. Qardaş, Allah xalqı milləti qorusun. Gələn heyvana gəlsin, insana gəlməsin. Hər şey düzələcək. Xeyirli bərəkətli olsun. Allah köməyini. Deməli, dəyərli izləyicilərimiz, gördüyünüz kimi anguslar var, boza qulaqlar var, simentallar var, mələzlər var. Heyvanlarımız bugün gəlibdir. Qiymətləri də ki 650-dən başlayır, düz 1200-ə, 1300-ə kimi. Vaa! 50 manata koysa demem. Anguslar var. Bak belə. Hayır. 700 ama 7 yapamam. Yo 7 sen şey. Yo 7 yapamam. Amcamın dişilər neçədir belə? 950 manat. Ya her sene geçsin. Hayır. Evet geçmiyor. Sən neçə edirsən bunları? Bunlar çok 980. 980 manat. Haran heyvanlı qaqa. Ara geçsen televizyonda sen. Bazar olsun. Ordağa gedən danalar. Neçə iləndir qiymətlər? 1950 ilə. Alıcılıq neçədir? Bunu da aşmışsın. Kəskilik maldan xəbərin yoxdur. 15
Selamünaleyküm. Neçəyləndi qiymət? Neçə? Aman babadan arıqmamışıq safıyla. Gələ On dokuz otuzdan çok. Və belə bax məsəl üçün dənə ilə neçə deyirsən bax. Dənə 18 yarım. 18 yarıma. Aslında bak deyib var 17 yarım. Sarı bak bu var Aha. Amma bunu 20 yarıma deyirəm. Onun nə qədər əti olar? Oo vallahi elə bilirəm olar. 140 var. Çoxdur yox. 55 sən. 155. Bax irin də istəyir, yoxsa irin alt elini demsən? Ha, çok demiş. Belə hə. Alıcılıq nətərdir? Zəifçilikdən. Nə ilə bağlıdır görən? Vallahi nə bilim, davaqla nə olur? Davaq. Gürcünün malı davağı gətirir. Gələn gürcü malı 90 davağı. Yayır da. Adiləşib yoxsuz. Sen bana içeri. Hansı? İyi olsun. Bir dənə iri dana var, onun üstə 23 yarım. 2350. Allah pazar versin. Selamünaleyküm. Azı sizin bu. Neçəyləndi müəllim? Allah xeyir versin. Neçəylə almışsınız bunları? Allah seni sağ 1200 'den. Allah'ın yanında ayağın. Allah kemin. Cenab-ı Allah pazarını görsün ayağın. Allah kesin işleri. Vallahi xırda pulum yok. Aynen. Çek. Allah işleri bana çek. Aparan kimi hamısını içimizdir. Vermek var Rusunki. Vermek. Ondan da bir koy. Güzel olsun. Allah hayır versin. Hemen şimdi. Bir bak şu çek. Hansı rayondan gelmişsən? Ağzabadi rayonu Salmanbayırı kəndi. Allah canınızı, bütün Ağzabadidəki izləyicilərimizə salamlayırıq hər birini. Selamünaleyküm. Ne var ne yok? Deseylendi qaqa qiymətdə? 1350 ilə. Qaqa bazarda alıcılıq nətərdir? Alex zəifçilik. Xeyirli olsun. Pazar olsun. Neçəyləndi qardaş? 1950 ilə. Ama maşallah danalardı ha. Heyvana bakanda düzdür, arıqdı ama güzel. Sortu vardı. Ha bəli, bəli. Şeh mallar. Əsas sortudur heyvanın. Bəli, bəli. Hara heyvanlı bunlar? Ağzəbədə rayonu hindar. Ağzabadı rayonu Hindaq qəsəbəsi. 19 neçə dedin? 1950 ilə. Aşağı yeri de var. Yəqin ki fikrin 19-20 dolar. Allah pazarını versin. Baxırsan mı videolarımıza?
Allah canınızı sağ eləsin. Bugün kəsimə gedən heyvanları çəkək. Sen benden istedin bize ben 100 manat. 15 yarıma qapanla deyilir. Neden kardeş? 15-50 ilə qapanla. Ha, kapandan 15-50, 16 elə. 16'dan yukarıdan. 16'dan yukarıdan. Bu neçə ay yeyib bu heyvan? Neçə ay yeyib? Kaç bir saat 9 ay değil. Bu bir dənə ekran yox üstündə, qardaş. Ben görmedim. Belə mangustur. Şarım. Hardan gətirmisən bunu? Anzoladılar. Belə qapanma neçə deyirsən bunları? 7 manat 50 qəpik. Alıcılıq nətərdir bazarda? Alıcılık aşağı sokuyor. Allah hakkı sokuyor. Ağlı olana satın. Ağlı olmayan satın. Vallahi ben yalan değil. 13 modelli kapıyla verersen olur. 13 50 ile. Yok sağ ol sen. Ağla gele bir cama çekilsin. Ha sen bilirsin. Kardeş benim de malım var. 15 manata deyirəm. 15-50 deyirəm, 15 manat, 14 yaşında verərəm. Ətini? Ha. Nə qədər onun əti var? Hardasa onlar 280 kilo. Əti? Ha. O birisi də qapanla versən, yoxsa mı? Kapansız da kapanır. Neçədir o? Onu evsə 3050'ye. Nə qədər əti olar onun? Onlardan hem 200 kilo. 200 kilo. Bu da bizim kamandar. Üzün çördü o yüzden. 5 metre marlı patladı. Allah kazanını versin. Gel. Aynen. Çamandar. Bak çamandar. Ha. Hansı maldan değişiniz kıymetini? Bu üzün niye kamerayla çördü böyle? Çamandar mı neçede 21 yarıma dersen daha. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi hoş gördük. Bax belə gözəl qardaşlar. 25 baş heyvanımız gəlib. Hal-hazırda gördüyünüz kimi Ağdam rayonu Çoğlan kəndindədir heyvanlarımız. Qiymətləri qardaş 2300 manatla deyilir. Diri çəkiləri 260-dan 280 kiloya qədər. Diri çəkiləri. Bax, diri çəkiləri. Ağdam rayonu Çoğlan kəndində. Hal-hazırda 25 baş heyvandır. Hamısı dağmalıdır. Axarkələkdən gəlib, gözəl qardaşlar. Hamısı sağlam, gözəl. ...25 baş heyvandır. Buyurub baxa bilərsiniz. Hansına ürəyiniz istəyir qardaş, gəlin canlı baxmaq. Elə bilməyin ki, videoda yekə görükür. Yəni problemi yoxdur. Hətta birinin qulaq bilkasını belə yaxından çəkirəm. 79 Neçə? Bir dəqiqə. Baxın. Malların arxasına baxın. Hamısı biləkli, qəşəng. Göy mallardır. Bugün ayın 2'si. Oktyabr. 2025 yıl. Mallar dənə-bədənə seçilib gəlmiş mallardır. Gözəl qardaşlar. 050 571 71 57 əlaqə saxlayın qardaş.
Bəli, onun qulaq bilkasını oxuya bilmədi, amma buradan oxunur. 79 504. Bax. Bozaq qulaq, hamısı Göydəmir mallardır. Bu gün gəlib mallarımız. Ağdam rayonu Çoğulan kəndində. 25 baş heyvandır. 2300'dan deyilir qardaş. Çom olan olsa razılaşma yerimiz var. İçində bir dənə, iki dənə zəifi var. Biri bılı, o da körpədir daha elə bir. Qalan hamısı şaqqalı. 250, 260, 300 kiloya qədər daha yəni diri çəkiləri. Nol 50 571 71 57. Əlaqə saxlayın qardaş. Malın uzunluğuna baxın. Malın gözəlliyinə baxın özünüz yəni içində bax. İki dənə bax beləsi var. O da ki danaçadır da, amma bunlar qəşəng yekə sort danalardır. Körpədir də bu hərdisə 6-7 aylıqdır. Bax bu gördüyünüz. Onlar da bir 230-240 kilo içində iki dənə. Değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Bugün ayın 3'ü, oktyabr 2025-ci il. Angusa bax, Angusa. Buzoylarımız qardaş 600 manatdan başlayır 1350 manata kimi. Angusa bax, dış Angus. Buyurup bakabilirsiniz. Kardeş 600 manattan başlayır 1350 manata kimi. 050 571 71 57. Ve 650'ye. Bak. Simental. Bakın. Ağdam rayon Rızalar kəndində. Buyurun bakın. Dışan üstü. Bakın. Erkek Angus. Bakın. Bir tane bak bu 1400'e değilir. $600'dan kardeş. 1350'ye kimi. Buyurun bakın. Kim neçəsində bax. Qulaq bilkaları. Kim hansını istəsə qardaş nişan alayıb birbaşa göndərə bilər bizə. Bax Angus. Baxın Angus. Ot yeyirlər. Angus'a bakın. Mərəz. Bozaq qulaq. Kardeş hamısı bilkiylə olan şeylerdir. Bir Angus'tu, bir de ki bozaq qulaq. Bak. Angus bu da.
Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Bugün ayın 10'u Avqust 2025-ci. Bərdər oyun Həsənqaya kəndində. Bax belə 32 baş düyələrimiz var. 6'sı balalı və qalanı da ağır boğaz. Hamısı birinci qarın düyələrdir. Südləri 15 litrdir qardaş, yemsiz. Hal-hazırda qiymətləri boğazlar 4000-dən deyilir, balalılar 4200-dən. Razılaşma yerləri var. Əlaqə nömrəsi 050 317 59 59. Ali Rıza qardaş, heyvanın sahibinin. Hamısı da simentaldır. İndi o biri heyvanlarda, balalarda göstərəcəm. Bax balasının, budur erkək. 15 litr süd verir qardaş. Yalandan danışmayaq. Düzü nədir, onu danışaq. İndi o birilərini də göstərəcək, o biri balalarını da göstərəcək. İkisi o yüzdədir, balaları o yüzdə də var. Baxın gözəl qardaşlar. Balalarını da göstereceğim. Bakın. Bakın. Hamısı birinci qarına düyələrdir. Buzay dişləri ağızlarında. Bərdər oyunu Həsənqaya kəndi 050 317 qardaş 59 59 Ali Rıza qardaş. Hamısı da simentaldır. Şərtlə də mallarımız, yəni sağlamlığına həkim gətirin, kim gətirsiniz gətirin. Yoxlatdırın, aparın. Qiymətləri 4000'ə boğazlar deyilir, 4200'ə balalılar. Aşağı yukarısı olacak.